İnşallah bu gecə Azərbaycan ərazisində ayın görünəcəyi qətidir və sabah da inşallah Ramazan ayının birinci günüdür. Allah bu ayı bizə mübarək eləsin. Allah bu ayın ibadətlərinə bizi müvəffəq eləsin inşallah. Bu ayın astanasında olanda, artıq bu günlər gəlib çatanda Peyğəmbərimizin yazırlar ki, rəngi dəyişirdi. Peyğəmbər qəribə bir hala düşürdü. Ramazan ayı yaxınlaşanda. Bütün övliyalara baxın, imamların həyatına baxın. Ramazan ay ərəfəsində hamısı qəribə bir halda olublar. Bu ayın intizarını çəkiblər. Və bütün imamların demək olar bir çoxundan bu ayın başlanğıcı üçün fərqli dualar nəql olunub. Hərəsi bu ayı bir şəkildə qarşılayıb, qəbul edib. Bu ayla fərqli şəkildə görüşüblər. Bu aya fərqli şəkildə qovuşublar. Peyğəmbər buyurdu, bu ayda hamı bağışlanacaq. Sonra minbərə çıxdı. Minbərə çıxanda birinci pilləkənin ayağını qoydu, dedi amin. İkinciyə qoydu, dedi amin. Üçüncü dəfə dedi amin. Dedilər, ya Rasulallah, nəyə amin dediniz? Buyurdu ki, Cəbrail nazil oldu, 3 dəstəni istisna elədi. Hamı bağışlanacaq 3 dəstədən başqa. Bir, ağ valideyn olanlar. Valideynləri onlardan narazıdırsa, bağışlanmayacaqlar bu ayda. Valideyn narazıdırsa. Valideyn həm diri olsa adamdan narazı ola bilər, həm dünyasını dəyişəndən sonra da adamdan narazı olur. Bəzən diri olan da razıdır bizdən, dünyasını dəyişib yaddan çıxartmışıq, heç bir savab göndərmirik, orada bizdən narazı olur. Ona görə valideyn diri də olsa, dünyasını dəyişsə də onu razı salaq bu günlərdə ki, bağışlana bilək. Qəbir üstünə gedək, gedə bilmiriksə namaz hədiyyə eləyək, Quran oxuyaq, ataya, anaya, dünyasını dəyişənlərə, sağdırsa gedək, əlindən öpək, üzündən öpək, onun nazını çəkək, cəfasını çəkək, heç bir halda ona uf deməyək, ona xidmət eləyək. İkinci bağışlanmayanlar kimdir? Adımı eşidib mənə salavat göndərməyənlər, onlar bağışlanmayacaq. Üçüncüsü, bu aydan bəhrələnməyənlər, yəni bağışlanmaq istəməyənlər. Rəhmət yağışı göydən yağanda adam gedir damın altında gizlənirsə, bu yağışın günahı deyil.